İntensiv yağıntılar nəticəsində Quba Qonaqkənd Muçu avtomobil yolunun 42-ci kilometrliyində yolun keçdiyi ərazidə torpaq sürüşməsi baş verib. Avtomobil yolunun bir hissəsi yararsız vəziyyətə düşüb və nəqliyyatın hərəkətinə məhdudiyyət yaranmışdır. Quba Qonaqkənd Muçu avtomobil yoluna baş verən ərazidə Dünya TV-nin bölgə müxbiri Aytın Adgözəlov da olub, faktiki vəziyyət barədə reportaj hazırlayıb. Mart ayının sonu, aprel ayının əvvəllərində yağan leysan xarakterli yağıntılar nəticəsində Quba Qonaqkənd Muçu avtomobil yolunun 42-ci kilometrliyində torpaq sürüşməsi baş vermişdi. Sürüşmə nəticəsində yolun müəyyən hissəsi və böyük kütlə şəklində torpaq qatı sürüşərək Vəlvələ çayının yatağına doğru hərəkət etmişdi. Asfalt örtüklü avtomobil yolunun əsas üst tərəfindəki torpaq yığınının intensiv yağıntılar nəticəsində sürüşməsi, yolun asfalt qatının da təqribən 60 metr dərənin dərinliklərinə doğru yer dəyişməsi müşahidə olunur. Asfalt yolu ilə yanaşı ərazidən keçən elektrik, rabitə və təbii qaz xətlərinə də ziyan dəyib. Elektrik, rabitə və təbii qazın yaşayış məntəqələrinə verilişi qısa zamanda bərpa olunub. Əhalinin rayon mərkəzi ilə əlaqəsinin bərpası istiqamətində tədbirlər davam etdirilir. Əraziyə Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədr müavini Əvəz Qocayev, digər aidiyyatı şəxslər gələrək mövcud vəziyyətlə yenidən tanış olaraq hərəkətdə olan çətinliklərin aradan qaldırılması istiqamətində məsləhətləşmələr aparıblar. Hadisə baş verən kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülüb. Zəruri təhlükəsizlik tədbirləri görülmüşdür. Mənim gediş gəlmişimə təsir eləmir. Çünki mən burada qaldım. Siz qonaq gəlmişsiniz yəqin ki. Bəs gələndə nə çətinlik yaratdı? Gələndə yolda gördük ki, yol dayanıb, yəni ki, gediş-gəliş yoxdur. Heç də maşını orada saxladıq, piyada gedirik. Nə qədər yol getməlisiniz? Hansı kəndə gedirsiniz? Biz Yerfi kəndinə. Buradan sizi maşın qarşılayacaqmı qabaqda? İnşallah ki. Vəziyyətlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, Riski intensiv yağıntılar nəticəsində Quba Qonaqkənd Muçu avtomobil yolunun 42-ci kilometrində yolun keçdiyi ərazidə torpaq sürüşməsi baş vermişdi. Nəticədə avtomobil yolunun bir hissəsi yararsız vəziyyətə düşmüş və nəqliyyat hərəkətinə məhdudiyyət yaranmışdı. Hadisə baş verən kimi agentliyimizin əməkdaşları əraziyə cəlb olunmuş, ərazi nəzarətə götürülmüş, zəruri təhlükəsizlik tədbirləri görülmüşdür. Hazırda alternativ yolun salınması istiqamətində işlər həyata keçirilir. Yolun uzunluğu, alternativ yolun uzunluğu təqribən 3 km olacaq. Elvin Qudrətov, Aydın Adgözəlov, bugün informasiya proqramı üçün.